Hər vaxtınız xeyirli olsun. Bu dəqiqələrdə Bakı Məhkəmə kompleksində təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın ittiham olunduğu cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi davam edir və məhkəmənin iclasında tərəflərin çıxışlarına başlanılıb. Ötən məhkəmə iclasında məhkəmə istintaqı yekunlaşdı. Qeyd edək ki, iş üzrə keçən çoxsaylı subutlar, faktlar var idi. Zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varislərinin ibtidai istintaq zamanı verdikləri çoxsaylı ifadələr var idi. Onların hamısı məhkəmə iclasında bir-bir araşdırıldı, tədqiq olundu. Video materiallar vardı, fotomateriallar vardı. Cinayət işi üzrə keçən ümumiyyətlə bütün sənədlər məhkəmə istintaqında tədqiq olundu. Həmin proses başa çatdıqdan sonra isə hakim tərəflərdən əlavə subutların, faktların olması ilə bağlı fikirlərini öyrəndi. Təbii ki, müdafiə tərəfin bir neçə vəsadəti var idi. Həmin vəsadətlərə məhkəmə istintaqında baxıldı, araşdırıldı. Qanun çərçivəsində olan vəsadətlər təmin olundu. Və məhkəmədə subutların araşdırılması prosesi başa çatdıqdan sonra tərəflərin çıxışlarına başlanılması ilə bağlı fikirlər öyrənildi və buna etiraz edən olmadı. Bundan sonra isə dövlət ittihamını müdafiə edən, təbii ki, prosedura uyğun olaraq birinci ilk növbədə dövlət ittihamını müdafiə edən prokurorlar çıxış etməlidir, subutları qiymətləndirməlidir və dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmədən onlara hazırlaşmaq üçün vaxt verilməsini xahiş etdi. Həmin vaxt isə bugünə təyin olunmuşdu və bugün də həmin bir neçə dəqiqə bundan əvvəl məhkəmə iclası başladı və həmin çıxışların başlanılması ilə. Dövlət ittihamını müdafiə edən prokurorlar başqa sözlə desək, iş üzrə keçən subutları, faktları qiymətləndirirlər. Və bundan sonraki mərhələdə isə müdafiə tərəfin çıxışlarına başlanılacaq. Müdafiə tərəfində Ruben Vardanyanın hüquqlarını müdafiə edən vəkili çıxış etməlidir və eyni zamanda Ruben Vardanyanın özünə də söz veriləcək. Amma Ruben Vardanyanın son söz söyləyib söyləməyəcəyi hələlik bəllidir. Çünki məhkəmə istintaqı başlanılan vaxtdan o sərbəst ifadə verməkdən imtina etmişdi. Hazırda proses davam edir və biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı tamaşaçılara daha geniş məlumatlar çatdırmağa çalışacağıq. Hələlik isə bu saata Bakı Məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.